Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar, əziz dostlar. Hər birinizi Azərbaycan Biznes Award Milli Mükafatının 2024-cü ilin yekunları üzrə təqdimat mərasimində xoş gördük. Hamınız xoş gəlmisiniz. 2024-cü il ölkəmiz üçün növbəti uğurlu il olmaqla yanaşı, bir neçə tarixi əhəmiyyətli hadisələrlə yadda qalacaqdır. 2024-cü il fevralın 7-sində keçirilən və Müzəffər Ali Başkomandan İlham Əliyevin 92,12% səslə qalib gəldiyi prezident seçkilərində səs vermə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində təşkil olundu. Ötən ilin aprel-may aylarında Azərbaycan və Ermənistan arasında ilk dəfə 40 sərhəd dirəyi quraşdırıldı. 12,7 kilometr uzunluğunda dövlət sərhəd xətti müəyyən edilərək Qazax rayonunun 4 kəndi ərazilərinin Azərbaycana qaytarılmasını təmin edildi. 1 sentyabr 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə bütün ölkəmizin ərazisində parlament seçkiləri keçirildi. Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı sərəncama əsasən hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. 2024-cü ilin ölkəmiz üçün ən böyük beynəlxalq tədbiri isə 2024-cü ilin noyabr ayında Bakı şəhərində uğurla keçirilmiş BMT-nin iqlim konfransı oldu. 192 ölkədən 76 mindən çox nümayəndənin qeydiyyatdan keçdiyi 80 dövlət və hökumət başçısının iştirak elədiyi COP29 sammitinin təşkili bütün qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Bildiyiniz kimi, Azərbaycan Biznes Award Milli Mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşri olan Business Time jurnalıdır. Azərbaycan Biznes Award biznes sayəsində milli mükafatın yerli biznes yeni imicini yaradır, ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Azərbaycan Biznes Award 2024 milli mükafatının təqdimat mərasiminin partnyorlarının adlarını qeyd eləmək istəyərdim. Bu Faberlik və Avto Azərbaycan şirkətidir. Ənəvi olaraq, dəyərli dostlar, hörmətli xanımlar və cənablar, əziz qonaqlar, bu ilki tədbirimizi də avtomobilin təqdimatı ilə başlamaq istəyirik. Bugün Hyundai Grandeur avtomobilin təqdimatı olacaq. Təqdimatı keçirmək üçün Avto Azərbaycan şirkətinin marketing şöbəsinin müdiri Kamran Məmmədovu qarşınıza dəvət eləmək istəyirəm. Yüksək alqışlarınızla. Hörmətli qonaqlar, axşamınız xeyir. Sizi hamınızı burada görməyə şadam. Bugün biz sizə yeni Hyundai Grandeur avtomobilini təqdim etmək istəyirik. Yeni Hyundai Grandeur avtomobili təzə, futuristik və inovativ dizaynına malikdir. Əsasən də minimalistik xəttlərlə cəlb edəcək sizi. İlk öndə gördüyünüz kimi tam LED işıqlar həm öndə, həm arxada davam edir və bu da bütün bu dizaynı cəmləşdirir. Yüngül lehimli disklər və çərçivəsiz ön şüşələr. 2 qatdır ki, hansı ki sizi səsi, küçədəki olan səsi azaldaraq tamamilə rahat və səssiz yürüyüş təqdim edəcək. Daxildə sizi nə gözləyir? İlk növbədə ən yeni hibrid mühərrik, hansı ki həm ekoloji cəhətdən
təmiz, həmçinin də sərmələli və sərfiyyatı azalmaq üçün. Bundan əlavə siz gördüyünüz kimi avtomobili park etmək üçün xüsusi bir funksiyalar var ki, hansı ki avtomobil özü idarə edir, qabağa və arxaya gedə bilir. Siz rahatcasına sıx yerlərdə park edə bilərsiniz və bir düyməni basarkən avtomobil özü istədiyiniz qədər irəli və istədiyiniz qədər arxayacan gedir. Bu da çox bir rahatlıq sizə göstərir. Salonda, sizi salonda nə gözləyir? Napadar ilə oturacaqlar, qızdırılan, ventilyasiyalı. Ümidvaram ki, siz yaxınlaşandan sonra içəri görüb daha da hiss edəcəksiniz materialların keyfiyyətini. Bundan əlavə içəridə 12,3 düymlü monitor, hansında ki bütün lazım məlumatlar əks olunur, head-up display var, hansı ki sizi fikrinizi ayırmayaraq yoldan rahatcasına idarə etməyəcək. Ümumiyyətlə, Grandeur avtomobili haqqında sizə geniş məlumat verməkdənsə, demək istərdim ki, Grandeur avtomobil öz segmentində liderdir. Və bu yeni bir model öz liderliyini qorumaq üçün bütün yeni avtomobil bazında olan texnologiyalarını özündə cəmləşdirib. Yəni, bu sadəcə bir avtomobil deyil və həmçinin sizin nüfuzunuzu, sizin hansı təbəqəyə aid olduğunuzu rahatcasına əks etdirir. Siz bu avtomobildə heç vaxtı sıx yollarda itməyəcəksiniz. Çünki avtomobilin həm görünüşü, həm sizin daxildə olan rahatlığınız hər zaman biruzə verəcək. Mən istərdim ki, siz vaxt əlib, yaxınlaşıb bu avtomobilə daha yaxından tanış olasınız və tanış olandan sonra bizim burada əməkdaşlarımız sizin bütün suallarınıza cavab verməyə hazır olacaq. Hal-hazırda mən sizə Avtoazərbaycan şirkəti haqqında qısaca da olsa məlumat vermək istərdim. Avtoazərbaycan şirkəti 1996-cı ildən etibarən
Azərbaycanda məşhur markaları təqdim eləyir. Hal-hazırda Avtoazərbaycan şirkəti Hyundai, GAC, Ion, Jag kimi markaları Azərbaycanda resmi distributorudur və eksklüziv satış hüquqlarına malikdir. Avtoazərbaycan şirkəti hər zaman müştəriləri və ilk önbədə etibar, keyfiyyət və məmnuniyyəti bu üstündə dayanır. Holding bizim olaraq yalnız avtomobil satışına kifayətlənmir. Bundan əlavə servis, satışdan sonraki xidmətlər və digər xidmətlər təqdim edir. Bizim uğurlarımız bugünə qədər birlikdə brendlərin və ən son modelin görəcəksiniz. İnanırıq ki, texnologiya, təhlükəsizliyi və rahatlıq özündə birləşdirən bu avtomobillər sizi də heyran edəcək. Biz daima inkişafa, yeniliyə və ən əsası Azərbaycan avtomobil bazarının gələcəyi üçün çalışırıq. Qarşımızda qoyduğumuz ən əsas məqsəd isə sürücülərimizə etibarlı, keyfiyyətli və təhlükəsiz avtomobil təqdim etməkdir. Sizi bu gözəl tədbirdə görməyə şadıq və xoş arzularla sağollaşıram. Təşəkkür edirəm hamınızı. Hörmətli qonaqlar, xanımlar və cənablar, dəyərli dostlar. Bugünkü tədbirimizin digər partnyoru Faberlik şirkətini sizlərə təqdim edirik. Faberlik. Murmur ətrini izlə. Zərif və şən murmur ətri. İndi isə səhnəyə Faberlik Azərbaycan şirkətinin satış şöbəsinin müdiri xanım Gülnarə Hüseynova dəvət olunur. Alqışlarınızla. Axşamınız xeyir, xanımlar və cənablar. Bu gözəl zalda, gözəl və uğurlu insanlarla birlikdə olmağa çox xoşdur təbii ki. Və fürsətdən istifadə edib mən bugün bütün təşkilatçılara, bu gözəl tədbiri təşkil etdikləri üçün və bizi daima etibarlı partnyor seçdikləri üçün təşəkkürümü bildirmək istəyirəm. O cümlədən də qeyd etmək istəyirəm ki, 2024-cü il bizim üçün çox uğurlu bir il idi. Faberlik Azərbaycan şirkətinin Azərbaycanda düz 20 yaşı tamam olurdu və mən bu münasibətlə bütün əməkdaşlarını, məsləhətçilərini, bütün bizim alıcılarımızı və təbii ki liderlərimizi gözəl münasibətlə təbrik edirəm. Zalda əyləşən hər kəsə, uğurlu insanlara yeni uğurlar arzulayıram və təbii ki ən yüksək nailiyyətlər. Təşəkkür edirəm, çox sağ olun. Gülnarə xanım, təşəkkür edirik gözəl xoş sözlərə görə. Dərin təşəkkürümüzü bildiririk və dəyərli dostlar, əziz qonaqlar, xanımlar və cənablar. Sözsüz ki, bugünkü tədbirimizdə biz həm istirahət edir, həm də təqdimat mərasimini seyr edəcəyik. Amma təqdimat mərasimindən öncə sözü musiqiyə vermək istəyirik. Beləliklə, bugün sizin qarşınızda ən istedadlı gənc ifaçılarımız çıxış edəcəklər. Ceyhun Ares, alqışlarınızla səhnəyə dəvət olunur. Yanımda olardın sevgili, dünya malından uzaq biz iki dəli. Sən məni anlat, mən də səni, sarılıb bir-birimizə unudaq dərdləri. Kaş indi yanımda olardın sevgili, dünya malından uzaq biz iki dəli. Sən məni anlat, mən də səni, sarılıb bir-birimizə unudaq dərdləri. Yoxluğunda yanıma düşər qollarım, bağlanar hara getsəm də yollarım. Gedişinlə donmuş sol yanım, başa bəla olur ürək ağrılarım. Yoxluğunda yanıma düşər qollarım, bağlanar hara getsəm də yollarım. Gedişinlə donmuş sol yanım,
başa bəla olur ürək ağrıları. Gözüm yoktu başkalarında ürək Sənə yanıp tutuşdu bir anda ah Necə gözəldir gözəl vurulmuşam Ona üstümüz başımız sevgi olsun ya qaçaq Məhəbbət tarlalarında qaçaq Sevənlərin səmalarında uçaq Sevmedim ki sevim seni ölene kadar bakmadım ki üzüme başımı koyum dizine saklamak olmur içimde yüreğimi dağıdı her gün Benim günüm kapkara her gece bağrım yara Min defa çekti dara bir defa baktı Geldi melekler kimi esti külekler kimi Amma dilekler kimi tez yoka çıktı Benim günüm kapkara her gece bağrım yara Min defa çekti dara bir defa baktı Geldi melekler kimi esti külekler kimi Amma dilekler kimi tez yoka çıktı Gözüm yoktu başkalarında ürək Sənə yanıp tutuşdu bir anda ah Necə gözəldir gözəl vurulmuşam Ona üstümüz başımız sevgi olsun ya qaçaq Məhəbbət tarlalarında qaçaq Sevənlərin səmalarında uçaq Sevmedim ki sevim seni ölene kadar bakmadım ki üzüme başımı koyum dizine saklamak olmur içimde yüreğimi dağıdı her gün Benim günüm kapkara her gece bağrım yara Min defa çekti dara bir defa baktı Geldi melekler kimi esti külekler kimi Amma dilekler kimi tez yoka çıktı Benim günüm kapkara her gece bağrım yara Min defa çekti dara bir defa baktı Geldi melekler kimi esti külekler kimi Amma dilekler kimi tez yoka çıktı Hörmətli qonaqlar, xanımlar və cənablar, mükafatın laureatlarını təqdim etməzdən əvvəl təqdimat mərasiminə tərəfdaşlıq edən dost şirkətləri sizlərə bir daha təqdim etmək istərdim. King Style, Elvi Best, Miri 1996 Atelier, Girofarm, Şilkova Agrochim, Aymar Co, Paloma Leze, Bizon, Almond Cake and Bakery, Azgeo, Merit Brand şirkətlərini yaxşı-yaxşı alqışlayırıq. Hörmətli qonaqlar, xanımlar və cənablar, əziz dostlar, beləliklə 2024-cü ilin yekunları üzrə Azərbaycan Business Award mükafatının təqdimat mərasiminə başlayırıq. İlk nominasiyamız İlin İş Adamı, elektrik quraşdırma və təmir tikinti sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Bu nominasiya üzrə Azərbaycan Business Award milli mükafatı elektrik quraşdırma, təmir tikinti və işıqlandırma sistemlərinin istehsalı sayəsində əldə etdiyi yüksək nəticələrə görə Voltaj şirkətinin rəhbəri cənab Müşfiq Hüseynova təqdim olunur. 2024-cü il ərzində şirkətimiz tərəfindən Bakı şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus layihə əsasında tikilmiş Böyükşor Pirşağı avtomobil yolunun xarici işıqlandırma sisteminin qurulması və elektrik təchizatı işlərini, Bakının Dövlət Bayrağı meydanının xarici işıqlandırma sisteminin qurulması və elektrik təchizatı işlərini, həmçinin Bakı şəhəri, ətraf kənd və qəsəbələrində, o cümlədən Maşdağa və Əmircan qəsəbəsinin küçələrini işıqlandırma və onların elektrik təchizatı ilə əlaqədar işıq dirəklərinin təchizatı və quraşdırılması işlərini qeyd etmək olar. Şirkətimiz son 2 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində yenidən qurma işlərində fəal iştirak edir. Belə ki, Laçın şəhərində yaşayış və qeyri-yaşayış binalarının xarici elektrik təchizatı işlərini, Xocalı şəhərində 35 kV-lıq və 0,4 kV-lıq xarici elektrik təchizatı və küçə işıqlandırma işlərini, Ağdam rayonu ərazisində xarici su kanalizasiya layihələri çərçivəsində 2 ədəd su anbar meydançalarının elektrik təchizatı işlərini, Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yerləşən Suqovuşan kompleks layihəsi üzrə xarici elektrik təchizatı işlərini, Laçın rayonu Sus və Zabuq kəndlərində inşa edilmiş nasosxana və su təmizləyici qurğuların xarici elektrik təchizatı işlərini, Tərtər rayonu Talış kəndinin yaşayış evlərinin xarici elektrik təchizatı işlərini qarşıya qoyulmuş tələblər çərçivəsində görmüşdür. Şirkətin 2025-ci il hədəfləri dinamik artımla həm elektrik, həm də şirkətin istehsal sahəsi üzrə işlərimizi sifarişçilərin istək və tələblərinə uyğun genişləndirməkdir. Mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur. Voltaj elektrik quraşdırma və təmir tikinti şirkətinin təsisçisi Müşfiq Hüseynov. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Bu gözəl məclisi təşkil etdiyinə görə təşkilatçılara öz adımdan və kollektivim adından təşəkkürümü bildirirəm. Bu gözəl mükafatı öz kollektivim adına qəbul edirəm və bütün burada iştirak edənlərə uğurlar arzulayıram. Təşəkkür edirəm. Hörmətli qonaqlar, xanımlar və cənablar, növbəti nominasiyamız yenidən ilin iş adamı. Bu nominasiyada lift avadanlıqlarının satışı və təmiri sayəsində əldə etdiyi yüksək nəticələrə görə Legal Lift şirkətinin təsisçisi xanım Elnarə Qasımova bu nominasiya üzrə mükafatın laureatı elan olunur. 2005-ci ildə Azərbaycanda təsis edilmiş Regal Lift MMC lift qurğularının və müxtəlif qaldırıcı cihazların satışı, quraşdırılması və servisi üzrə ixtisaslaşır. Biz məşhur Malayziya şirkəti Mashiba və digər tanınmış brendlərin Azərbaycanda rəsmi distributoruyuq. Təcrübəli mühəndislərdən ibarət komandamız, fəhlə və texniki işçilərimiz bütün beynəlxalq standartlara cavab verir. Kompleks layihələri uğurla həyata keçirir. 2025-ci ildə qazanılan təcrübədən istifadə edərək
qarşımıza daha iddialı hədəflər qoyaraq, yüksək xidmət göstərərək bütün məqsədlərə çatmağı və layihələri uğurla tamamlamağı planlaşdırırıq. Mükafatı qəbul etmək üçün səhnəyə Elnara xanım Qasımovanı dəvət etmək istəyirik. Buyurun. Bugün mükafatlandırma mərasimində hər kəsi iş dünyasının öndə gedən simalarını salamlayıram. Bizi də bu mükafata layiq gördükləri üçün təşkilatçılara ürəkdən təşəkkürümü bildirirəm. Əvvəlcə istərdim ki, özümü sizlərə təqdim edim. Mən Elnarə Qasımova 2005-ci ildən bəri artıq 20 ildir ki, Regal Lift MMC şirkətinə rəhbərlik edirəm. Regal Lift MMC şirkəti Azərbaycana liftlərin gətirilməsi, quraşdırılması və 7-24 saat servis xidməti ilə məşğuldur. Şirkət bir neçə dünya markalarının Azərbaycandakı rəsmi nümayəndəsidir. Əlbəttə ki, mən çox təşəkkür edirəm bu möhtəşəm mükafata görə. Əlbəttə ki, əməyin qiymətləndirilməsi çox gözəldir. Bu bizə bir stimul verir. Bu bizə gələcəkdə əzmlə inkişaf etməyə sövq edir. Təşəkkür edirəm. Növbəti nominasiyamız layihələndirmə və mühəndislik. Bu nominasiya üzrə mükafat TK Project şirkətinin təsisçisi cənab Tofiq Kərimliyə təqdim olunur. TK Project müasir mühəndislik və memarlıq həlləri təqdim edən şirkət olaraq 2017-ci ildə cənab Tofiq Kərimli tərəfindən təsis edilmişdir. Şirkətin portfolyosunda memarlıq, şəhərsalma və tikinti sahələrində geniş miqyaslı layihələr həyata keçirərək unikal dizayn yanaşması və innovativ mexaniki həllərlə fərqlənən layihələr yer alır. TK Project'in qurulmasında əsas məqsəd müasir standartlara tam cavab verən, həm funksional, həm də estetik baxımdan dəyərli markalar yaratmaqdır. Biz hər bir layihəyə özünəməxsus yanaşma ilə baxırıq. Keyfiyyəti prioritet tutur, kreativliyi ruhuna hopdurur və müasir texnologiyalarla onu reallığa çeviririk. Yüksək alqışlarınızla Tofiq Kərimli səhnəyə dəvət olunur. Buyursun, mükafatı qəbul eləsin. Buyurun. Hər vaxtınız xeyir, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları. Bugün bu mötəbər tədbirdə iştirakınıza görə hər birinizə təşəkkürümü bildirirəm. Azərbaycanda bu növ tədbirlərin hər il keçirilməsi Respublikamızda biznesin inkişafını təşviq edir və yeni fəaliyyət növlərinin inkişafını genişləndirir. Belə bir mötəbər tədbirin təşkilinə görə Business Time jurnalının rəhbərliyinə minnətdarlığımı və ehtiramımı bildirirəm. İnanıram ki, hər birinizin gələcək karyeranızda çoxlu uğurlarınız əldə olunacaq və bir daha hamınıza təşəkkür edirəm. Çox sağ olun. Növbəti nominasiya layihələrin idarə edilməsi üzrə mütəxəssis. Bu nominasiya üzrə Azərbaycan Business Award milli mükafatın İst Telekom MMC-nin təsisçisi cənab İltimaz Nəbiyevə təqdim olunur.
Mən bir iş adamıyam. Azərbaycanda çox ciddi işlərin qurulması ilə məşğulam, biznes idarəçiliyi ilə məşğulam. Hər zaman özümü inkişaf elətdirməyə çalışıram. Hər zaman təlimlərə qatılıram, hər zaman yeni bilgilər axtarıram. Xüsusən biznesin ağır yüklərini daha rahat idarə eləməyə, xüsusən stresimi idarə etməyə çalışıram həmişə. Böyük komanda qurmaq, onu idarə etmək məni çox maraqlanır. Hər zaman özünüzü inkişaf etdirməyə çalışmanız lazım. Hər zaman. Biz İstelekomu quraraq Azərbaycanda telekommunikasiya layihələri ilə paralel olaraq uşaq əyləncə mərkəzlərinin qurulması biznesini inkişaf etdirməkdə ciddi səylər göstərmişik. Qeyd edim ki, bu günə kimi olan projelərimiz hələ də aktiv bir formada hərəkət edir, bazarda böyüyür, inkişaf edir və bu sektoru Azərbaycanda tanıtmağa və böyütməyə bundan sonra da daimi ciddi səylər göstərəcək. Kainat düşüncələri deyil, hərəkətləri sevir. Mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur. İstelekom MMC-nin təsisçisi cənab İltimaz Nəbiyev. Buyurun. Axşamınız xeyir, hörmətli qonaqlar. Mən öncə Biznes Avard'ın təşkilatçılarına, bütün komandaya çox təşəkkürümü bildirirəm. Ölkəmizdə yüksək təyinatlı belə bir tədbirin keçirilməsini təşkil etdiklərinə görə onlara minnətdaram. Mən İltimaz Nəbiyev 20 ildir ölkədə telekommunikasiya, texniki sektorlar üzrə biznes quruculuğu ilə məşğulam. Qeyd etmək istəyirəm ki, bu 20 il ərzində ölkəmizin iqtisadiyyatının inkişaf etdiyi çox gözəl bir dönəmləri keçmişik, çox yüksək bir səviyyələrə gəlib çıxmışıq. Bu da ölkəmizdə biznesin inkişafına ciddi təsir göstərir. Buna görə də biz bir Azərbaycanlı olaraq, Azərbaycanda yaşayaraq fəxr edirik və bütün layihələrdə yüksək motivasiyalarla, bu tədbirlərin bizə verdiyi yüksək motivasiyalarla iştirak edib bizneslər qurmağa çalışırıq. Hər bir kəsə minnətdaram, təşəkkür edirəm. Çox sağ olun. Gürcüstandan, Qafqaz dağlarının yüksəkliyindən gələn Kobi mineral suyunu sına. Kobi mineral suyu, yeni nəsil mineral su. Almond Cake and Bakery olaraq 2022-ci ildən bəri dad və keyfiyyəti bir araya gətirərək hər anınızı daha şirin etməyə çalışırıq. Qısa zamanda sizin etibarınızı və sevginizi qazanmaq bizim üçün ən böyük uğurdur. Hər gün vitrinlərimizi təzə və bol çeşidli tortlar, desertlər, milli şirniyyatlar və dietik məhsullarla yeniləyirik. Ləzzətin sirri isə keyfiyyətdən keçir. Təmiz kərə yağı, Belçika şokoladı və qaymağı istifadə edərək mükəmməl dad və keyfiyyət vəd edirik. Hər gün səhər saat 7-dən axşam 11-ə qədər mağazalarımıza yaxınlaşa və ya çatdırılma xidmətindən yararlanaraq sevdiyiniz ləzzətləri sifariş edə bilərsiniz. Xüsusi günlərinizi, korporativ tədbirlərinizi və unudulmaz anlarınızı Almondla daha şirin və yadda qalan edin. Paloma Leather, sənətə zirvə, əl işimiz
Gözəl dekorlar dərinə iz buraxar. Ustalıqla hər bir detal Paloma adı əbədi qal. Paloma Leather, sənət və zirvə, əl işimizdir hər bir ürəkdə. Dəni və taxta sevgilə, gözəllik qurur bu dünyada. Əl işi hər parçamız, incəlik sənət hamımız. Hörmətli qonaqlar və sözsüz ki biz dost şirkətlərin bir daha gördüyünüz təqdimatlarından sonra sözü musiqiyə vermək istəyirik. Beləliklə qarşılayan Avropa Gənclər Olimpiyasının ulduz səfiri, tanınmış ifaçı Tofiq Hacıyev qarşınızdadır. Axşamınız xeyir olsun. Запомни мир, каким он был, где сердце ты любовь простил, где закрываются глаза, приходят снова сны непонятные умом, заполнят цветом пустоту, со вспышком светом по утру. Все исчезает медленно ночь, пусть усыпляет. Снится небу снег, 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 зима за облаками. Твои часы, я знаю. Снег, 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 летит с небес, летая. Рядом хочешь быть, я знаю. Часы остыли, боль ушла, и от покоя тишина. А где-то ты, и мы когда-то плыли медленно ночь. Пусть усыпляет, и снится небу снег, 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 зима за облаками. Твои часы, я знаю. Снег, 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 летит с небес, летая. Ты рядом хочешь быть, я знаю. Снег, снег, снег. Рядом хочешь быть, я знаю. Рядом хочешь быть, я знаю. Рядом хочешь быть, я знаю. Я знаю. Növbəti nominasiyamız Azərbaycanda ixrac və investisiyaların təşviqi sayəsində əldə edilmiş yüksək nəticələrə görə bu nominasiya üzrə Azərbaycan Business Award milli mükafatının qalibi Azpromo Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir. Fəaliyyətinin əsas istiqamətlərindən biri qeyri-neft ixracının təşviqi olan Azpromo, Made in Azərbaycan brendinin
ölkə xaricində tanınılması və bu brend altında ixracın stimullaşdırılması məqsədi ilə fərqli mexanizmlər vasitəsilə sahibkarlara dəstək göstərir. İxrac və alıcı missiyalarının təşkili, şirkətlərin beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakının təmin edilməsi, xarici bazarların araşdırılması və digər dəstək tədbirləri həyata keçirərək Azpromo ölkəmizin qeyri-neft ixracının artırılmasına və coğrafiyasının şaxələndirilməsinə mühüm töhfə verir. Mükafatı qəbul etmək üçün səhnəyə agentliyin icraçı direktorun müşaviri Sevil xanım Yahiyevanı dəvət etmək istəyirik. Sevil xanım, buyurun. Axşamınız xeyir, hörmətli tədbir iştirakçıları. İlk növbədə hamınızı salamlayıram və birinci olaraq bu mükafata görə, nominasiyaya görə bizi dəyərləndirdiğiniz üçün təşəkkürümü bildirmək istəyirəm tədbirin təşkilatçılarına. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu mükafatı əldə etmək bizim üçün təkcə nailiyyət deyil, həmçinin də növbəti uğurlarımız üçün bir motivasiyadır. Eyni zamanda icazənizlə fürsətdən istifadə edərək qısaca olaraq təmsil etdiyim qurum barədə məlumat vermək istəyərdim. İxracın və İnvestisiya Təşviqi Agentliyi Azpromo 2018-ci ildə Prezidentin fərmanı ilə yaradılıb və əsas məqsədimiz ölkədəki qeyri-neft ixracının təşviqidir və stimullaşdırılmasıdır. Bu məqsədlə biz gözəl ölkəmizə məxsus məhsulların xarici bazarda tanıdılması və Made in Azərbaycan brendinin təşviqi ilə məşğuluq. Eyni zamanda ölkədə yaradılan investisiya potensialının təbliğ edilməsini həyata keçiririk və investisiya təşviqi agentliklərinin Dünya Assosiasiyasının WIPA-nın üzvüyük. Eyni zamanda bu iki fəaliyyətimizi birləşdirən və təşviqə dəstək göstərən müvafiq biznes forumların, tədbirlərinin təşkilini həyata keçiririk. Bu tədbirlərin içinə iri miqyaslı beynəlxalq tədbirlər də daxildir. Bunların sırasında həmçinin keçən il ölkəmizdə keçirilən COP tədbirini qeyd etmək olar. Business Time komandasına bu mükafata görə təşəkkürümüzü bildiririk. Onlara fəaliyyətində uğurlar arzu edirik. Eyni zamanda qeyd etmək istəyirəm ki, zənnimcə hər bir nailiyyətin arxasında insan kapitalı dayanır və bunu nəzərə alaraq burada əyləşən həmkarlarıma təşəkkür etmək istəyirdim və həmçinin qurum rəhbəri olan cənab Yusif Abdullayev və bütün dəyərli Azpromo kollektivinə təşəkkür edib burada oturan sahibkarlara biz daxil olmaqla gələcək fəaliyyətində uğurlar arzu edirəm və xoş istirahət arzu edirəm. Çox sağ olun. Və beləliklə biz növbəti nominasiyamıza keçid almaq istəyirik.
Azərbaycanda kiçik və orta biznesin inkişafına verdiyi töhvəyə görə bu nominasiya üzrə mükafatın laureatı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layiq görülür. Bu səs nədir? Bu səs yorulmadan kiçik və orta biznesin inkişafına dəstək göstərənlərin səsidir. Bu səs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOBİA'nın səsidir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2017-ci ildə yaradılan KOBİA'nın məqsədi mikro, kiçik və orta biznesin inkişafına dəstək göstərmək, KOB-ların iqtisadiyyatda rolunu artırmaqdır. KOBİA 5 əsas istiqamət üzrə sahibkarlara dəstək və xidmətlər göstərir. KOBİA sahibkarların ehtiyaclarını öyrənir, həlli üçün tədbirlər görür. Agentlik, ölkədə biznes mühitinin yaxşılaşdırılması və investisiya cəlbediciliyinin artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, sorğular və sahəvi görüşlər keçirməklə, daxil olan müraciətləri təhlil etməklə biznesin ehtiyaclarını öyrənir və müvafiq tədbirlər görür, sahibkarların qanuni maraqlarını qoruyur. KOBİA daima sahibkarların yanındadır. Agentlik biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında yaxından iştirak edir, KOB evlərində sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsini təşkil edir. KOBİA, kiçik və orta biznesin böyük uğurlara açılan qapısıdır. KOBİA sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə KOB-ları məlumatlandırır, biznes biliklərinin və bacarıqlarının artırılması üçün təlimlər keçirir, məsləhət xidmətləri göstərir, beynəlxalq biznes təcrübəsindən faydalanmaları üçün dəstək olur. KOBİA sahibkarların arzularının reallaşdırılmasına dəstək olur. KOBİA sahibkarların məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi üçün onların ixtisaslaşmış sərgilərdə iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir. KOBİA daima kiçik və orta bizneslə çiyin-çiyinə dayanır. KOBİA sahibkarları dövlətin mövcud maliyyələşdirmə mexanizmləri barədə məlumatlandırır, yeni maliyyə mənbələrinin formalaşdırılması üçün tədbirlər görür, KOB-ların layihələrinə qrant ayırır, daxili bazar araşdırmasını maliyyələşdirir. KOBİA birlikdə gözəl bir hekayə yaratmaq üçün sahibkarların xidmətindədir. Gücümüz birliyimizdədir. Birgə addımlasaq yollar qısalar, əl-ələ versək, çətinliklər aşılar, çiyin-çiyinə dayansaq, xəyallar gerçək olar. KOBİA, kiçik biznesin böyük ünvanı. Mükafatı qəbul etmək üçün səhnəyə agentliyin idarə heyətinin sədr müavini cənab Samir Hümbətov dəvət olunur. Axşamınız xeyir olsun. Mən ilk növbədə sizi KOBİA'nın idarə heyətinin sədri cənab Orxan Məmmədovun salamlarını çatdırmaq istəyirəm. Həm də öz adımdan sizi salamlayıram. Bugün çox gözəl bir gündür. Təşkilatçılara çox minnətdarıq. Fəaliyyətimizi qiymətləndiriblər, dəyərləndiriblər. Həm bizim fəaliyyətimizə, həm həmkar qurum Asproman fəaliyyətinə yüksək qiymət veriblər. Hər iki qurum İqtisadiyyat Nazirliyini təmsil edir. Buna görə təşkilatçılara öz dərin təşəkkürümüzü bildiririk.
Fəaliyyətimiz barədə filmdə gördünüz, çox danışmaq istəmirəm. Amma daha yaxından tanış olmanız üçün mən sizi Bakı şəhərində fəaliyyət göstərən inzibati binamıza, KOB evinə dəvət eləmək istəyirəm. Əməkdaşlığımız bütün sahibkarlarla bu və ya digər formada var. Minlərlə sahibkar bizim xidmətlərimizdən istifadə edir. Əlimizdə maliyyə və qeyri-maliyyə dəstək alətləri mövcuddur. Onların bir neçəsi burada filmdə sadalandı. Amma yaxından tanış olmamız üçün mən bütün sahibkarları onların öz evinə, yəni KOB evinə dəvət edirəm ki, daha yaxından tanış olsunlar. Bir daha təşkilatçılara öz minnətdarlığımızı bildiririk və hesab edirik ki, belə bir tədbirlərin keçirilməsi həm sahibkarların, həm bu işdə fəaliyyəti olan digər qurumların bu cür dəyərləndirilməsi onların fəaliyyətini stimullaşdıracaq. Hər bir sahibkarı təbrik edirəm. Fəaliyyətiniz uğurlu olsun. Çox sağ olun. Növbəti nominasiyamıza keçid alaq. Beləliklə, Azərbaycanda xarici milli brendin inkişafına görə nominasiyasında Azərbaycan Biznes Award Milli Mükafatının bu nominasiya üzrə laureatı Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyini elan olunur. Nəzərinizə çatdırmaq istərdim ki, bu mərkəz Made in Russia brendinin Azərbaycana çox uğurla təbliğ edir. Alqışlarınızla nümayəndəliyin rəhbəri cənab Nuri Quliyevi mükafatı qəbul etmək üçün səhnəyə dəvət edirik. Buyurun. Добрый вечер, уважаемые коллеги, уважаемые друзья. Axşamınız xeyir, dostlar və tərəfdaşlar. İlk növbədə səhnədə dayanan insan kimi öz emosiyalarımı sizlərə çatdırmaq istəyirəm. Yəqin ki, zalda oturanların hər biri istəyir ki, həyatında smokinglə dayanıb mükafata layiq görülsün. Düşünürəm ki, mən arzuma çatmışam. İlk növbədə Business Time jurnalının kollektivinə, belə möhtərəm tədbirin hazırlanmasına, Rusiya İxrac Mərkəzinin fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkürümü bildirmək istərdim. Rusiya İxrac Mərkəzi ixracı təşviq edən Rusiya Federasiyasının dövlət institutudur. Və fəaliyyətimizin əsas hissəsi Rusiya istehsalı olan brend altında məhsulların xarici bazarda təşviq etməkdir. Biz Azərbaycanda 2017-ci ildən effektiv şəkildə çalışırıq. Bizim effektiv çalışmağımızın göstəricisi odur ki, siz hörmətli dostlar hər gün piştaxtalarda Rusiya istehsalı olan məhsullarla qarşılaşırsınız. На прилавках везде в Азербайджане с нашей продукцией, с продукцией, сделанной в России. Bizə dost ölkə olan Azərbaycanda öz fəaliyyətimizi bundan da sonra davam etdirəcəyik ki, sizlər Rusiyada istehsal olan məhsulların keyfiyyətli, etibarlı və effektiv olduğuna əmin olasınız. Под брендом сделано в России, это надежно, это эффективно, это качественно. Спасибо еще, спасибо огромное. И я присоединяюсь к моему коллеге, предыдущему оратору, хочу Fürsətdən istifadə edib oruç saxlayan bütün müsəlman qardaş və bacılarımızın
Niyyətlərini Allah qəbul etsin demək istərdim. Evlərimizdə həmişə sülh olsun arzusu ilə ayrılıram. Təşəkkür edirəm. Всевышний примет наш пост и наши молитвы, пусть в наших домах всегда будет мир. Спасибо. Beləliklə növbəti nominasiyamıza keçirilək dəyərli dostlar. İlin keyfiyyətli boya istehsalçısı. Bütün həyatımızı rəngarəng bir həyata çevirən Fab Boya şirkəti elan olunur. Azərbaycanın inşaat sektorunun qabaqcıl şirkətlərindən biri olan Fab Boya və Kimya Sənayesi MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkət fəaliyyətinə boya məhsulları istehsalı ilə başlayıb. Hazırda şirkətdə Fab Boyaları fabriki, Fab polimerlər, PVA əsaslı yapışdırıcılar, akrilik bağlayıcılar fabriki, Fabkim keramik yapışdırıcıları fabriki, Hilfan plastik məhsullar fabriki, məhsulların keyfiyyətinə nəzarət edən və 6 laboratoriyanı özündə birləşdirən Fab Akademiyası fəaliyyət göstərir. Fab Boya və Kimya Sənayesi MMC 2004-cü ildə ISO 9001-2000 beynəlxalq sertifikatına layiq görülüb. Fab məhsulları müasir texnika, müasir avadanlıqlarla təchiz olunmuş, fabriklərdə tam robotlaşdırılmış sistemlə istehsal edilir. Ən son və ən müasir standartlara cavab verən, keyfiyyətə nəzarət laboratoriyalarında bütün testlərdən keçən məhsullarımız 100% keyfiyyətin təminatıdır. Fab Boya şirkəti olaraq sizinlə bərabər olmaqdan və sizə xidmət etməkdən hər zaman qürur duyuruq. Şirkətin baş direktoru Cənab İrfan Yılmazı mükafatı qəbul etmək üçün səhnəyə dəvət edirik. Buyurun. Hörmətli tədbir iştirakçıları, akşamınız hayır olsun. Hamınızı selamlayıram. Fab Boya şirketi olarak bizlere layık görülen bu ödül için çok mutluyuz, gururluyuz. Bu ödül emeğin karşılığında verilen bir ödül. Teşkilatçı şirkete çoklu teşekkür ediyoruz. Bu ödül aynı zamanda bizleri daha da mesuliyetli edir ve biz keyfiyette dünya standartlarının üzerine çıkmak için daha çok çalışacağız, daha çok çaba göstereceğiz. Burada bulunan, ödül alan ve bundan sonra ödül alacak olan tüm iş adamlarını, iş insanlarını tebrik ediyorum. Onların da başarılarının daim olmasını diliyorum. Teşekkür ediyorum. Sağ olun. Bizim nominasiyalarımız, mükafatlandırma mərasimimiz davam edəcək, amma söz yenə də musiqidədir. Beləliklə, mən səhnəyə növbəti istedadlı gənc ifaçını dəvət etmək istəyirəm. Ramazan Şərifzadə, qarşınızda. Nəğmə sustu dodaqlarda, dilə gəldi tüfənglər. Mənim atam uzaqlarda, cəbhələrdə bir əskər, cəbhələrdə bir əskər. Anamızın laylaları nənnilərdə pozuldu. Arzuladıq ilk baharı, İstəyimiz yaz oldu, İstəyimiz yaz oldu. Səni uşaqlıq, sən bizdən uzaq düşdün artıq. Desən yerlər apardı, yaz soyuq əllər apardı. Səni uşaqlıq, sən bizdən uzaq düşdün artıq. Desən yerlər apardı, yaz soyuq əllər apardı. Görmədik biz gül dəstəsi,
görmedik biz oyuncak. Ata sesi, ana sesi eşitmedik doyunca. Eşitmedik doyunca. Öz koynuna aldı bizi bu buruklar şehri. Yarı böldük dikemizi, gözledik al seheri. Gözledik al seheri. Sen ey uşaqlıq, sen bizden uzak düştün artık. Desen yeller apardı, yaz soyuq eller apardı. Sen ey uşaqlıq, sen bizden uzak düştün artık. Desen yeller apardı, yaz soyuq eller apardı. Sen ey uşaqlıq, sen bizden uzak düştün artık. Desen yeller apardı, yaz soyuq eller apardı. Sen ey uşaqlıq, sen bizden uzak düştün artık. Desen yeller apardı, yaz soyuq eller apardı. Öz koynuna aldı bizi bu buruklar şehri. Yarı böldük dikemizi, gözledik al seheri. Gözledik al seheri. Gözledik al seheri. Gözledik al seheri. Gerofarm sürətlə inkişaf edən beynəlxalq biotexnologiya şirkətidir. Onun çeşidinə bütün növ insulin blokbasterləri daxildir. Şirkətin portfelində müxtəlif sahələrdə istifadə edilən preparatlar təmsil olunmuşdur. Biz dərman vasitələrinin işlənib hazırlanmasının və istehsalının tam siklini həyata keçiririk. Maddələrin, o cümlədən insulin istehsalı üçün zəruri olan maddələrin buraxılması şirkətin Puşkin şəhərində yerləşən zavodunda aparılır. Biz dərman vasitələrinin işlənib hazırlanmasının, istehsalının və daşınmasının bütün mərhələlərində keyfiyyətə nəzarətə xüsusi diqqət ayırırıq. Gerofarm dinamik şəkildə inkişaf edir. Təsis edildiyimiz gündən etibarən 20 il ərzində biz böyük bir yol qət etmiş və əczaçılıq məhsullarının beynəlxalq səviyyəli istehsalçısına çevrilmişik. Hazır dərman formalarının buraxılması Abalensk qəsəbəsində yerləşən zavodda həyata keçirilir. Gerofarm ixrac istiqamətini inkişaf etdirir. Prioritet Latin Amerikası, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələridir. Yüksək texnologiyalı sahəni ixtisaslaşmış işçilər yaradırlar. Komandamızda həm formalaşmış peşəkarlar, həm də istedadlı gənc mütəxəssislər vardır. Biz universitetlərin təhsil layihələrində iştirak edir, təcrübə proqramları keçirir, tələbələrin elmi tədbirlərini dəstəkləyirik. Gerofarm, biz sağlam gələcək yaradırıq. Aymarko MMC 2019-cu ildə təsis olunub və 2021-ci ildən Azərbaycanda Xorika bazarında fəaliyyət göstərir. 1000-dən çox restoran və kofe shop ilə əməkdaşlıq edir. Four Seasons, Marriott, Hilton, Seabreeze, Second Cup, Gloria Jeans
və bir çox tanınmış restoranlara məhsullarının satışını həyata keçirir. Hal-hazırda Rusiya, Almaniya, Türkiyə və Belçika kimi ölkələrin bir çox brendlərinin ölkəmizdə distribütorudur. Hörmətli qonaqlar, xanımlar və cənablar, növbəti nominasiyalarımızda keçid almaq istəyirik. Növbəti nominasiyamız ilin dondurma istehsalçısı. Mükafat bu nominasiya üzrə nüfuzlu Iceland brendinin istehsalçısı olan Camal Ltd şirkətinə təqdim olunur. Mükafatı qəbul etmək üçün səhnəyə şirkətin icraçı direktoru Camal Məmmədov dəvət olunur. Buyurun. Axşamınız xeyir. Hər kəs salamlayıram. Bizi bu mükafata layiq gördüyü üçün Biznes Time jurnalının rəhbəri Mamed müəllim başda olmağa təşəkkürümüzü bildiririk. Şirkətimiz haqqında məlumat vermək istəyirəm ki, Camal Ltd şirkəti artıq 30 ilə yaxındır ki, Azərbaycan bazarında dondurma istehsalı ilə məşğuldur və 6-cı ildir ki, biz artıq Azərbaycan dondurmalarını Iceland adı altında dünya bazarının 10 dövlətinə yaxın dövlətinə ixrac edirik. Hədəfimiz bu dövlətlərin sayını 100-ə çatdırmaq, Azərbaycan istehsal dondurmalarının daha yüksək keyfiyyətlə bütün dünya bazarını tanıtmaqdır. Bütün mükafat alanları hər kəsə təbrik edirik. Təşəkkürlər, sağ olun. Növbəti nominasiyamız ilin brendi nominasiyası. Mükafat bu nominasiya üzrə Gədəbəy Mineral Suları şirkətinin məhsulu olan və süfrəmizin 20 ildir bəzəyən Slavyanka brendinə təqdim olunur. Mükafatı qəbul etmək üçün Gədəbəy Suları direktoru cənab Ramil Fərzəliyev səhnəyə dəvət olunur. Buyurun. Xanımlar və cənablar, hörmətli tədbir iştirakçıları, biz də
hər birinizi Gədəbəy Mineral Suları Slavyanka markası adından salamlayırıq. Axşamınız xeyir olsun deyirik. Slavyanka markası 20 ildir Azərbaycan bazarında saf, təbii bulaq suyu və limonad çeşidlərlə təmsil olunur. Və bu uzun illər ərzində bizi sevən, bəyənən və bu mükafata layiq görən hər kəsi və dəyərli müştərilərimizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Çox sağ olun Ramil bəy, bir daha təbrik edirik. Sözsüz ki, su aydınlıqdır. Bu yolda biz sizə daha da yüksək uğurlar arzulayırıq. Təşəkkür edirik, təbrik edirik. Və dəyərli dostlar, hörmətli xanımlar və cənablar, keçdalırıq növbəti nominasiyaya. İlin bank məhsulu nominasiyası. Mükafatın bu nominasiya üzrə qalibi Premium Bankın Miles Kart məhsuludur. Bakıdan Romaya uçan təyyarəyə minik başlayır. Biz də Romaya uçmaq istəyirik. Premium Bank Visa Miles kartını rəsmiləşdir və dərhal alış-veriş etməklə millər qazanmağa başla. Milləri tətbiq daxilində bir çox aviaşirkətlərin aviabiletlərinə və partnyorlarımızın təqdim etdiyi xidmət və məhsullara dəyiş. Mil aviabiletlərini istənilən şəxsin adına rəsmiləşdirə bilərsiniz, hətta az yaşlı uşaqların adına da mil bileti alına bilər. Premium Bank Visa Miles. Minlərlə fürsət, millərlə səyahət. Alqışlarınızla çox maraqlı və əlverişli bir məhsuldur. Beləliklə, mükafatı qəbul etmək üçün səhnəyə Marketinq və Rəqəmsal Bankçılıq Departamentinin direktoru cənab Kamran Zamanov dəvət olunur. Buyurun. Axşamınız xeyir, əziz qonaqlar. Hər kəsə salamlayıram. İlk növbədə təşkilatçılara bu nominasiya layiq gördüyüm üçün təşəkkürümü bildirirəm. Bildirmək istərdim ki, Premium Bank üçün 2024-cü il çox uğurlu olmuşdur və bizim 30 yaşımız tamam olmuşdur. Bundan sonra da biz məhsul və xidmətlərinizi təkmilləşdirməyə və müştərimiz üçün ən rahat, tərəfdaş bank olmağa çalışacağıq. Çox sağ olun. Təşəkkür edirik Kamran bəy, bir daha təbrik edirik. Uğurlarınız bol olsun. Və hörmətli qonaqlar, hörmətli iş adamları, növbəti nominasiyamıza keçid alırıq. Beləliklə, ilin şirkəti, şərabçılıq, Azərbaycan Business Award Milli Mükafatının 2024-cü ilin yekunları üzrə bu nominasiyada qalibi Şəki Şərab elan olunur. Mükafatı qəbul etmək üçün səhnəyə Şəki Şərab MMC-nin direktoru Anna Kirpiçnikova'nı dəvət edirik. Buyursunlar.
Добрый вечер всем присутствующим. Axşamınız xeyir. Bütün iştirakçılara bildirmək istərdim ki, mən Azərbaycana bir ayda gəlmişəm və mənim üçün 2 qat qürurdur burada olmağım. Вдвойне почетно присутствовать на таком мероприятии. Хочу поблагодарить Şirkətimizin fəaliyyətini belə yüksək qiymətləndirdiyiniz üçün sizlərə və Şəki Şərab kollektivinə təşəkkürümü bildirmək istərdim. Также хочу поблагодарить коллектив компании «Шеки Шарап» за достигнутые результаты. Компании всего лишь 3 года на рынке. Şirkət bu bazarda 3 ildir fəaliyyət göstərir və burada eli də geniş təmsil olunmur. Əsas ixraca Идет на yönəlib. экспорт продукции. Но мы растем, развиваемся. Amma biz böyüyürük və inkişaf edirik. Mən əminəm ki, bu mükafat bizim inkişafımızda təkan verəcək və biz tezliklə Azərbaycan bazarında daha geniş, daha keyfiyyətli çeşidlə təmsil olacağıq. Hamıya təşəkkür edirəm. И достигнем еще более высокого качества. Спасибо всем. Ziyafətimiz, mükafatlandırma mərasimimiz çox gözəl keçir. Hələ qarşıda bizim bir neçə nominasiyalarımız var. Gəlin bir balaca mükafatlandırma mərasiminə ara verək və gözəl bir mahnını dinləyək. Beləliklə, növbəti qonağımız bir daha sizin qarşınıza dəvət olunur. Tofiq Hacıyev buyursun, gözəl bir mahnı ilə sizlərə istirahət bəxş eləsin. Buyurun. Her gün tufanlar, her gün dağda duman. Ya ben görünmezem, ya da görünmür unutulan. Başka yol yok beni yalnız xilas eder mən. Ya yok olacağım, ya da dirileceğim yeniden. Benim adım mütevvadır ama güneş gibi sevgi dokunsa ruhuma. O an sende karış yuhuma ve de oyan, oyan, oyan. Ve de oyan, bulutlar güneşe perde. Ne olar korkma menden, qovuşaq hərdən. Benim adım mütevvadır ama güneş gibi sevgi dokunsa ruhuma. O an sende karış yuhuma. Çok teşekkür edirik gözəl mahnılarına görə, gözəl ifana görə və dəyərli dostlar, kiçik bir musiqi arasından sonra biz davam edirik. Beləliklə növbəti nominasiya. Məişət və peşəkar texnika sahəsində ilin brendi. Mükafat bu nominasiya üzrə qalib Carsel brendi elan olunur.
Hər birimizin öz missiyası var. İstər onu tapmış olaq, istərsə də hələ axtarışında. Bizim missiyamız insanları planlarını həyata keçirməkdə dəstəkləməkdir. Düşünürük, yenilənirik, təkmilləşirik, yeni maneələri aşırıq və başqalarına da nümunə olmaq istəyirik. Çünki mövzu çoxdandır mövcud olan problemlərdir və onlar bizim hər birimizə aiddir. Dünyanı yeni nəsillər üçün yaşamağın mümkün olduğu bir vəziyyətdə necə saxlaya bilərik? İşimiz üçün həvəslə mübarizə aparırıq. Məqsədlərimizə nail oluruq. Şirkət olaraq birlikdə bunun üçün bütün gücümüzlə çalışırıq və sizin missiyanızı öz missiyamızın bir hissəsi hesab edirik. Ayrılıqda və bütünlükdə dünya daha təmiz olsun deyə. Davamlı inkişaf naminə birlikdə biz dünyanı daha təmiz edirik. Karçel brendi alqışlarınızla Karçel Azərbaycan şirkətinin baş direktoru Ruslan Ivanov səhnəyə dəvət olunur. Дорогие друзья, уважаемые партнеры, коллеги. Hörmətli dostlar, həmkarlar, tərəfdaşlar. Mənim üçün böyük şərəfdir bugün bu səhnədə olmaq, bu gözəl mükafata layiq görülmək və sevimli şirkətimiz haqqında danışmaq şansını əldə etmək. Xüsusilə şirkətin 90 illiyi ərəfəsində. Bəli, bu il Karcher şirkətinin 90 yaşı tamam olur. Bu 90 ildə biz adi texnoloji həllərdən qlobal bir brendə qədər uzanan bir yol qət etmişik. Bizim brendi milyonlarla insan tanıyır və sevir. Amma bir şey dəyişməz qalır. Biz hər bir mənzilə təmizlik gətirir, insanların həyatını sadələşdirmək üçün ən innovativ həlləri təklif edirik. Kercher adi bir texnika deyil. O bir rahatlıq, o bir saflıq və ekoloji təmizliyin yoludur. Biz çox qürurluyuq ki, bizim texnologiyalarımız həm gündəlik məişətdə, həm də qlobal təmizlik layihələrində uğurla istifadə olunur. Məsələn, dünyada memarlıq abidələrinin təmizlənməsi ilə bərabər şəhərlərin təmizliyini də təmin edirik. Bu mükafat komandamızın, bizi dəstəkləyən və bizə inanan tərəfdaşlarımızın və həmçinin bizə tam güvənən müştərilərimizin əməyidir. Kercheri seçən hər kəsə təşəkkürümü bildirirəm. Onlar bizim gündən-günə daha yaxşı olmağımıza kömək edirlər. 90 il, bu hələ başlanğıcdır. Biz innovasiyalar təklif etməyə və günü-gündən daha da yaxşı olmağa hazırıq. Növbəti nominasiyamız yüksək keyfiyyət standartları, quşçuluq. Bu nominasiya üzrə mükafata Şirvan Poltray Quşçuluq Fabriki layiq görülüb. Mükafatı qəbul etmək üçün şirkətin direktoru cənab Vüqar Abdullayev səhnəyə dəvət olunur. Vüqar bəy, buyurun. Axşamınız xeyir xanımlar və cənablar. İlk öncə bu mükafata layiq görüldüyümüzə görə Business Time jurnalının bütün komanda heyətinə təşəkkürümüzü bildiririk. Bu bizim üçün bir mükafat deyil, həm də illərlə keyfiyyətə verdiyimiz önəmdir.
Mən sizə əminliklə deyə bilərəm ki, biz toyuqlarımızı yetişdirərkən təbii yemlərdən istifadə, İslami qaydalara uyğun olaraq kəsim edirik. Və bunun bariz nümunəsi olaraq mən ilk öncə istehsal etdiyimiz məhsullardan özümüz tədarik edirik. Bu nailiyyətə görə peşəkar komandamıza və sizlərə təşəkkürümüzü bildiririk. Bütün laureatları da təbrik edirik. Çox sağ olun. Hörmətli xanımlar və cənablar, əziz qonaqlar, dəyərli dostlar, növbəti nominasiyamız ilin tikinti materialı. Bu nominasiya üzrə mükafata Mətanət Ağ şirkətinin istehsalı olan Ağdağ Gipskardon lövhələri məhsulu layiq görülür. Mükafatı qəbul etmək üçün səhnəyə şirkətin biznesin inkişafı üzrə menecer Müjgan Bəsirzadə dəvət olunur. Salam, hər birinizi salamlayıram. İlk öncə sizləri təbrik edirəm və nailiyyətlərinizin davamını arzulayıram sizlərə. Onu bildirmək istəyirəm ki, Mətanət Ağ şirkəti 25 illik fəaliyyəti dövründə bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür. Lakin milli mükafatın verdiyi qürur bir başqadır. Minnətdaram. Sağ olun. Və əziz dostlar, dəyərli qonaqlar, hörmətli iş adamları, biz növbəti nominasiyamıza keçid almaq istəyirik. Sənaye tikintisi və modul tipli evlərin istehsalı və qurulması sayəsində əldə etdiyi nailiyyətlərə görə DRPG şirkəti bu nominasiyada Azərbaycan Business Award Milli Mükafatının 2024-cü il üzrə qalibi elan olunur. Mükafatı qəbul etmək üçün bir məmnuniyyətlə səhnəyə şirkətin marketinq meneceri Fatma xanım Əliyevanı dəvət etmək istərdik. Axşamınız xeyir xanımlar və cənablar. İlk öncə fürsətdən istifadə edərək hər birinizi təbrik edirəm və
2025-ci ildə sizə daha böyük uğurlar arzulayıram. Şirkətimiz haqqında qısa məlumat verim. BRPC şirkəti sənaye tikinti və modul tipli binaların istehsalı və qurulması ilə məşğul olur. Bu sahədə peşəkar komandaya və yüksək təcrübəyə malikik. Bu illər ərzində biz bir çox layihələri həyata keçirmişik. Ən çox isə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyimiz tədbirlər, layihələr bizim üçün çox qürur verici və çox sevindirici bir haldır. Bir daha bütün laureatları təbrik edirəm və təşkilatçılara öz təşəkkürümü bildirirəm. Sağ olun. Beləliklə, qarşıda artıq sayılı nominasiyalarımız qalıb. Söz yenə də musiqinindir və növbəti mahnı sizlərə təqdim etmək üçün istedadlı ifaçımızı səhnəyə dəvət etmək istəyirəm. Ceyhun Ares. Ey dünya, kədər qalx oyna, mən bu gecə yenə dərdliyəm. Dəvət etsəm səni şərikli günaha, necə alım səni yanıma, inan heç bilmirəm. Dağıl ey dünya, kədər qalx oyna, mən bu gecə yenə dərdliyəm. Dəvət etsəm səni şərikli günaha, necə alım səni yanıma, inan heç bilmirəm. Öpmək istərəm səni bir nəfəsdə, bağırıram quş misali qəfəsdə. Əgər olub yarım ayar, yarım şərab olub özgə ürəkdə. Öpmək istərəm səni bir nəfəsdə, bağırıram quş misali qəfəsdə. Əgər olub yarım ayar, yarım şərab olub özgə ürəkdə. Kədər qalx oyna, mən bu gecə yenə dərdliyəm. Dəvət etsəm səni şərikli günaha, necə alım səni yanıma, inan heç bilmirəm. Dağıl ey dünya, kədər qalx oyna, mən bu gecə yenə dərdliyəm. Dəvət etsəm səni şərikli günaha, necə alım səni yanıma, inan heç bilmirəm. Öpmək istərəm səni bir nəfəsdə, bağırıram quş misali qəfəsdə. Əgər olub yarım ayar, yarım şərab olub özgə ürəkdə. Öpmək istərəm səni bir nəfəsdə, bağırıram quş misali qəfəsdə. Əgər olub yarım ayar, yarım şərab olub özgə ürəkdə.
Növbəti nominasiyamıza keçid alırıq. Beləliklə, növbəti nominasiya Milli Sənaye əzaçılığının yaradılmasına verdiyi töhfəyə görə mükafatı bu nominasiya üzrə qalibi Elfarm Əzaçılıq Zavodudur. Alqışlarınızla mükafatı qəbul etmək üçün səhnəyə şirkətin istehsalat müdiri cənab Anar Səmədov dəvət olunur. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar. Bu nüfuzlu mükafatın bizə təqdim olunması ilə bağlı təşkilatçılara böyük təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edərək hər zaman əzaçılıq sahəsinə dəstək olduğuna görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Səhiyyə Naziri, İcbari Tibbi Sığorta Agentliyi və Təbbibə şirkətimiz adına təşəkkürümüzü bildiririk. Hər birinizə böyük müvəffəqiyyətlər və uğurlar arzulayırıq. Çox sağ olun. Və istərdim təşəkkürümü hədiyyələr üçün də təqdim edən şirkətlərə bildirim, dəyərli dostlar. Çünki hər tədbirimizdə onlar öz hədiyyələri ilə bizim iş adamlarını, bizim iştirakçıları və qalibləri sevindirirlər. Gədəbəy Su, Faberlik, Aymarko, Abra Dusso, King Style, Şirvan Quşçuluq və Merid Brand.
dərin təşəkkürümüzü bildiririk. Alqışlarınızla çox sağ olsunlar gözəl hədiyyələrə görə. Növbəti nominasiyamız, dəyərli dostlar, hörmətli xanımlar və cənablar, ilin poçt və logistika şirkəti nominasiyası olacaq. Bu nominasiyada mükafata Kargomat şirkəti layiq görülür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə İldən ilə onlayn alış-verişlərin sayı artır. Çünki insanlar vaxta daha çox qənaət edir. Lakin müştəri ilə kuryerlər və ya kargo şirkətləri arasındakı zaman uyğunsuzluğu həll olunmayaraq qalır. Kargomatla bu problemlər artıq geridə qaldı. Kargomat nədir? Kargomat avtomatlaşdırılmış poçt qutusudur. Qutular biznes mərkəzlərində, supermarketlərdə və yaşayış komplekslərində bir sözlə müştərilər üçün əl çatan olan əksər yerlərdə quraşdırılır. Bu terminallar vasitəsilə sifariş etdiyiniz bağlamaları rahatlıqla əldə edə bilərsiniz. Kargomat necə işləyir? Kargo şirkətindən və ya onlayn mağazada məhsul sifariş edərkən çatdırılma üsulu kimi gəl al nöqtəsi Kargomatdan bölümünü seçin. Siyahıdan sizin iş yerinizə və ya yaşadığınız ünvana yaxın olan terminalı qeyd edin. Bağlamanız Kargomata yerləşdirildikdə telefonunuza kod göndəriləcək. Bu kod sizin məhsulunuz olan qutunu açmaq üçün tələb olunacaq. İstənilən zaman Kargomata yaxınlaşın, kodu daxil edin və bağlamanızı götürün. Kargomat terminalları vasitəsilə hansı üstünlükləri əldə edirsiniz? Tıxaclarda və yollarda vaxt itirmirsiniz. Evinizin və ya işinizin yaxınlığından götürürsünüz, istənilən zaman bağlamanızı əldə edirsiniz. Onlayn mağazada kargo şirkətlərini Kargomata rahatlıqla qoşularaq faydalı üstünlükdən yararlanmağa dəvət edirik. Əhatə dairələriniz genişlənir, çatdırılma üçün əlavə işçi qüvvəsi cəlb etmirsiniz və bir çox əlavə imkanlar əldə edirsiniz. Kargomat çatdırılma xidmətinə yeni qoşulan şirkətlərə ilk ay ödənişsiz xidmət göstərilir. Kargomat hardan və nə zaman alacağına sən qərar ver. Alqışlarınızla Kargomat şirkətinin təsisçisi Ayla xanım Qurbanovanı mükafatı qəbul etmək üçün səhnəyə dəvət edirəm. Axşamınız xeyir, xanımlar və cənablar. Təşkilatçılara bu mükafata görə təşəkkür edir və hər kəsə xoş axşamlar. Növbəti nominasiyamız telekommunikasiya sahəsində müasir həllərin tətbiqinə görə TVNet. Bu nominasiyada Azərbaycan Business Award milli mükafatın 2024-cü il üzrə qalibi elan olunur. TVNet sizə yeni nəsil TV xidməti təklif edir. İstənilən janrda kino, xəbər, musiqi, idman, uşaq, maarifləndirici, əyləncəli, 130-dan çox kanalı dünyanın istənilən yerində, istədiyiniz cihazda izləmə imkanı, büdcənizə və istəyinizə uyğun tarif paketləri, rahat və onlayn qoşulmaq imkanı. Qoşulmaq üçün tvnet.az saytına və ya 055 553 35 nömrəsinə müraciət edin. TVNet, TV sizinlə hər yerdə. Mükafatı qəbul etmək üçün marketinq şöbəsinin rəhbəri Cavid Nəzəroğlu səhnəyə dəvət olunur. Buyurun. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. TVNet şirkəti olaraq fəaliyyətimizin yüksək dəyərləndirilməsi üçün, bu mükafata layiq görülməsi üçün çox şad olduq. Komandamız adından təşkilatçılara dərin təşəkkürümüzü bildiririk. Hər birinizə uğurlar, çox sağ olun. Və əziz dostlar, bugünkü gecəmizin sonuncu nominasiyasını elan etmək istəyirəm. İlin Luxury avtobrendi. Bu nominasiyada
Azərbaycan Business Award milli mükafatının 2024-cü il üzrə qalibi Hyundai Grandeur avtomobili elan olunur. Yüksək alqışlarınızla şirkətin marketinq şöbəsi müdiri Kamran Məmmədov mükafatı qəbul etmək üçün artıq səhnədədir. Buyuraq. Bir daha axşamınız xeyir. Təşkilatçılara çox təşəkkür bildirmək istəyirəm ki, bizi bu il bu böyük bir nominasiyayla tərtifləndirdi. Çox sağ olun. İkiye bölünüp ruhum ve bedenim, yuxuya bürünüp çağır de yanına gelin. Yolumda dumanlar, yorulduğum anlar, beni de o anlar. Sevgi değil yalan. Oh dayan, bir an dayan. Anlovlar içinde sevgimiz, sanki varık yok gölgemiz. Anlovlar içinde sevgimiz, sanki varık yok gölgemiz. İkiye bölünüp ruhum ve bedenim, yuxuya bürünüp çağır de yanına gelin. Yolumda dumanlar, yorulduğum anlar, beni de o anlar. Sevgi değil yalan. Oh dayan, sevgim dayan. We dance to the rhythm of our beating heart. Melodies intertwine, never wanting to depart. We dance to the rhythm of our beating heart. Melodies intertwine, never wanting to depart.
Təşəkkür edirəm Tofiq, çox sağ ol, minnətdaram sənə. Hörmətli qonaqlar, əziz dostlar, xanımlar və cənablar. Bununla da Azərbaycan Business Award Milli Mükafatının 2024-cü ilin yekunları üzrə qaliblərə təqdimat mərasimi sona çatdı. Qalibləri bir daha yüksək alqışlarla təbrik edirəm. Ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsi naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.